Salman Farsi bizim kimi bir adam idi. Məsum dördü, atası anası da məsum dördü. İmam, peyğəmbər dördü. Görün nə deyir Salman haqqında əleyhissalam. Buyurun mən nə deyim bir kişi barəsində ki, Allah ona əvvəlkilərin və sonrakıların hamısının elmini verib. Bilirsiniz nə deməkdir? Yəni bütün peyğəmbərlərin, imamların elminin məhrəmidir. Qiyamətdə göstərəcəklər ki, bax sən də bu ola bilərdin. Onda peşman olacağıq biz. Məqsəd elə filan əməlləri tərk eləməkdir. İmam Hüseyin əleyhissalam nə qədər insanın içindən o 72 nəfəri seçdi, o 72 nəfər cənnətdən gəlməmişdi, bu bizim kimi insanlar idi. Ana dünyaya gətirmişdi hamısını. Hamısı bəlkə də bizdən də fərqli pis mühitdə bəziləri böyümüşdü. 72 nəfər seçdi, gör necə sərgiyə qoydu ki, insan haracan gəlib ucala bilər.